Bir məhəlləni sökürlər, Bəli. orada park salınır, orada yeni binalar tikilir, o vətəndaşlar oradan köçürülür. Bu necə baş verir? O vətəndaşa orada yaşaya biləcək, ala biləcəyə qədər və kompensasiya verilmir. Nə gedir? Bu gedir. İndi o evdə yaşayıb 2 ailə, 3 ailə. Gedir şəhərin başqa yerindən qanunsuz bir torpaqda gecə qondu kimi tikir. Bəli. Və biz bir yerdə problemi həll edib Bakının başqa yerlərində böyük problemlər yaratdıq. Bəli. Yol yox, işıq yox, su yox, infrastruktur yox və marşrut xətləri işləmir. Bugün artıq niyə indi bu problemlər həll olunmur? Çünki Bakının bütün perimetri üzrə qanunsuz evlər tikilib. Qanunsuz evlər deyəcək ki, vətəndaş qanunsuz eləməyib. Yəni ona göz yumublar, o da gedib tikib. Bəli, yəni vətəndaş bizdə ənənə budur ki, hər kəs istəyir ki, başımın üzərində damım olsun. Bəli. Və ev sahibi olmaq istəyir və düz eləyir. Amma bütün o dövlətin strateji xətlərinin üzərində harda yol çəkilməli idi, metro salınmalı idi, haradan tramvay xətti keçməli idi. Bütün bunların hamısı tikilib. Bugün o insan həmin o infrastrukturun yaradılması üçün əvvəl deyək ki 1 milyard lazım idisə, indi 5-10 milyard lazımdır. 2025-2030-cu ilə qədər olan proqramın bəzi hissələrinə baxmışam. Böyük binalar söküntüyə getməlidir. Böyük yaşayış məhəllələri söküntüyə getməlidir. Dövlət idarələri, 5-10 mərtəbəli böyük göz oxşayan ofislər, hamısı söküntüyə getməlidir. Patsunos. Belə deyək ki, biz problemi bugün yaradırıq. Və sonra onun həllini. Sonra o problemi həll eləmək üçün bugün xərcləyəcəyimizdən 100 dəfə daha çox dövlət vəsaitini xərcləmək olur. Bu yol verilməzdir.